Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Deməli, sizinlə faiz mövzusunda səhifə 123 və 124-dən davam edəcəyik. 121 və 122-ci səhifələrin də video izahı var. Playlistdən daxil olub izləyə bilərsiniz. Deməli, başlayırıq. Yadda saxla hissəyə baxırıq. Onluq kəsri faizlə ifadə etmək üçün bu ədədə 100-ə vurmaq lazımdır. Baxın, bunun yanında faiz yoxdur, elə deyil. Faizi veriləndə 100% verilir də. Yəni, bu formada yadda saxlamaq. Bəzən şagird çaşır, 100-ə bölmək mi lazımdır, yoxsa vurmaq mı lazımdır? Və yaxud da görürsünüz, yenə yanında faiz çarəsi yoxdur. Olması üçün nə etmək lazımdır? 100-ə vurmaq lazımdır. 100%-ə yəni. 5-ci çalışmaya baxaq. Onluq kəsirləri faizlə ifadə edin. Deməli, nə edəcək? 100%-ə vuracaq. 0,64-ü 100%-ə vuranda 2 0 sağa sürüşdürürük. Yəni 64% edəcək. Eyni qayda ilə bura 15%, bura 7%, bura 2 0 sürüşəndə 10%, 99%, 2%, 52%, 55%. Burada hər dəfə faiz işarəsini qoymuram, özünüz qoyarsınız mütləq. 1%, 5%, burada bir tam ədəddir. Biri 100-ə vuranda 100 edəcək. 100%, bura 40%, 42%, 61%, 36%, 8%, 20%, 30%, 5% və 95% edir cavablarımız. Öyrənmək hissəyə baxırıq. Faizi adi kəsirlə və onluq kəsirlə ifadə. Deməli, faizlə ifadə edən zaman vururuq 100%-ə. 100-ə vururuq. Amma faizin adi kəsirlə və onluq kəsirlə ifadə zaman isə 100-ə bölürük. Baxın, deyir ki, 100-ə vurulur. Bu nə deməkdir elə? Buradan görürük ki, 25 100-ə vurulanda surətə gəlir də. Faiz hansı əməldir? Bölmə əməlidir də. Yəni, bu elə 25 bölünsün 100 deməkdir. Və yaxud şagirdlər, 100-1-i biz onluq kəsirə çevirəndə neçə eləyir? 0,100-1. Ya da həmin o ədədi 0,1-ə vurub faiz işarəsindən mütləq yanından götürməliyik. Baxırıq 6-cı çalışmaya. Deməli, faiz nə edəcək biz? 100-1-ə vuracaq. Birinci qaydamız. 60 vurulsun 100-1. Bərabərdir. 60, o da bərabərdir 0,6. Deməli, 60% 0,6 edəcək cavabımız. Bu arada, burada bir hissəyə baxın. Ya məxrəci 100 olan adi kəsirlə əvəz olunur, ya da 100-ə bölünür. Baxın, burada qeyd olunub. 2 vergül sola sürüşdürülür. Onda biz bu 4-ü neyniyəcək? Bir dəfə yazırıq. 4-ü 100-ə bölürük. 100%-ə böldüyümüzdən bu 4-ün yanında faiz var da. Bu faizlər də ixtisar olunur. Deməli, bu edəcək 0,4 daha doğrusu. 12 isə 12 100-ə bölünəcək. Edəcək 0,12. 35 isə 35-i biz 100-ə bölürük. Edəcək 0,35. 82 100-ə bölünür, edir 0,82. Bu qayda ilə 0,6, 0,49, 0,75, 10%, 0,1, 100%-də 100 ilə 100-ə böləndə 1 edir. Keçirik 7-ci çalışmaya. Adi kəsir, onluq kəsir və ya faizlə verilmiş hissələri digər iki formada yazın. Burada faiz görmürük, elə deyilmi? Görməyəndə bilirik ki, bu adi kəsirdir, daha doğrusu onluq kəsirdir. Onluq kəsir, adi kəsir olsun, onluq kəsir olsun, o zaman biz 100-ə vururduq. 0,32-ni 100-ə vuranda edir 32 faiz. Faizə çevirdik deyə faiz qoyulur. Burada yenə adi kəsirdir. 100-ə vururuq, edir 24 faiz. 100-ə vuranda məxrəclər bir-birindən ixtisar edəcək. Burada 20-də 7-ni 100-ə vururuq. 20 ilə 100 ixtisar edir, burada qalır 5. 35%. Artıq bura baxsaq, bu faiz verilib də. Onda 16%-i biz bölürük 100%-ə. O da bərabərdir 0,16. Burada 0,4 isə 100-ə vururuq, 40 edəcək. 0,5 100-ə vururuq, 5 edəcək.
18, 72-dən 18. Əvvəl bunu bir ixtisar eləyək. Hər tərəfini 18-ə böləndə neçə edir? 4-də 1. 4-də 1-dirsə, 100-ə vururuq bir də bunu. 100-ə vuranda bu 4-də 100 eləyəcək. O da verəcək 25%. 48 bölürük. 48-i 100-ə böləndə eləyir 0,100-də 48. 90-ı 100-ə böləndə 0,9. Burada isə vurmalıyıq. O da eləyir 52%. Riyaziyyat tarixindən bunu özünüz üçün, dünya görüşünüz üçün oxumağınızda fayda var deyirəm. Növbəti hissəyə baxaq. İfadələrə, bu hardan düşdü? İfadələrə uyğun hissələri adi kəsrlə yazın. Sonra onluq kəsr və faizli ifadə edin. 10 bayraqdan 3'ü qırmızıdır. Bu bizə nəyi verəcək? 10'da 3. 10'da 3 adi kəsr oldu, elə deyil. Onda biz bunu 100'ə vururuq. 10 ilə 100 ixtisar gedir. Burada qalır 10. Cavabımız edir 30. 30%. B variantına baxırıq. 20 şirə qutusundan 8'i alma şirə. 20 şirə qutusundan 8 alma şirəsidir. Yəni 20'də 8. Buradan yazım, qırmızılar görünmür. 20'də 8. Onda biz 100%'ə vururuq yenə. 20 ilə 100 ixtisar edir. Buradan qalır 5. 5'də və 8'in 40%. 25 şagirddən 12'si oğlandı. 25'də 12 neçə faizi oğlandı deyir? 100'ə vururuq. Burada qalır 5, cavabımız 60% oğlan imiş. 50 stəkandan 17'si şüşədir. Yəni 50'də 17. O da bərabərdir. 100'ə vururuq əvvəl. Bərabərdir 34%. Yəni 50 stəkandan 17'si şüşə deməkdir ki, 34% stəkanların içərisində şüşə təşkil edir. Şüşə. 9-cu çalışmaya da baxırıq. Hansı fiqurun daha çox faizi rənglənmişdir? A, B, C fiqurlar verim. Deməli, birinci, burada 30 dama var. 30, buradan yazdım. 30 dama. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9'u rənglənib. Onda biz bunu 100'ə vururuq. Faizini bilmək üçün. Bərabərdir. 30 ilə 9, 3'ə ixtisar etsə burada 10. Burada qalır 3. 10 ilə da 100 ixtisar etsə burada qalır 10. Yəni, ümumi edir 30%. A variantında 30%dir bu göstərici. B variantına baxırıq. Deməli, 5, 5, 25. Ümumi 25 dama var. Buradan yazalım. 25 dama var. Və bu 25 damadan 5'i rənglənib. Mavi rəngdədir. Onda 100'ə vururuq. Elə bura 100 yazaq. 25 ilə 100 ixtisar edəcək 4. Bərabərdir 20%. Bu deməkdir ki, 20% rənglənmiş damı var. Və sona baxırıq. Burada edəcək 50 dama. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 50'də 12'ni də biz 100'ə vursaq, 50 ilə 100 ixtisar edir 2, qalır 24%. Bu da bizə verir 24%. Deməli, ən çox hansı rənglənib? Baxın, balaca görünsə də damaların rənglənənlərə nisbətinin 100%-i bizə onu verir ki, A variantında daha çox, daha yüksək faizdir yəni. Növbəti 10-cu misal. Samir, Səbinə və Elxan növbə ilə eyni kompüterdə oynadılar. Ümumi vaxtın 30%-i Samir, 4'də 1 hissəsini Səbinə, 0,45 hissəsini isə Elxan oynadı. Kim kompüterdə daha çox oynadı? Deməli, şagirdlər, ümumi vaxt 30% nə deyir ki, Samir oynadı. 4'də, məsələn, bunu belə başa düşmək üçün tutaq ki, 1 saat oynayıblar. Elə deyil, yəni 60 dəqiqə verilib onlara. Və yaxud da x də ola bilər. Amma 60 dəqiqə ilə göstərsək daha yaxşıdır. 30%-ni Samir oynadı. 60'ın 30%-ni tapırıq. 60 vur 30 böl 100 bərabərdir 18. Deməli, 18 dəqiqə Samir oynayıb. Daha doğrusu, Samir oynayıb. Sonra Səbinəyə baxırıq. 60'ın 4'də 1'i. O da bizə verir 15. 15 dəqiqədə kim oynayıb? Səbinə. 0,45 hissəsini Elxan oynayıb.
0-dan %45 bu belə yazırıq. %45 hissə. O da 60-ın 0-dan %45 deməkdir. Onda biz bunu hər ehtimal 60-a da vururuq. Burada faizini tapırıq. Yəni 60-ın 30% nə qədərdir? Burada 60-ın 4də 1 hissəsi nə qədərdir? Burada 0-dan %45 hissəsi nə qədərdir? Tapırıq. Getdim. Burada 2 ixtisar aparsaq, daha doğrusu 5 ixtisar aparsaq, burada qalır 2, burada qalır 9. 2 ilə də 6 ixtisar getsə 3, 3 səvədə 9-un 27. Baxın, bu x üzərindən də götürə bilərdiniz. Məsələn, x-in 30%-ni tapardınız. Belə yazım. X vurulsun 30 bölünsün 100. O da bərabərdir 0,3 x. Ya da onda 3 kimi qalardı. Onda 3 x. 60-ın 4də 1-ni tapardı. Yəni daha doğrusu x-in. X vurulsun 4də 1 edərdi 4də 1x. Sonra 0-dan %45 hissə deyir. X vurulsun. Bilmirik də ümumi vaxt nə qədərdir. %45. O da bərabərdir. X vurulsun. Hər tərəf 5 ixtisar gedəndə 59. 50-də 9 hissə. Uşaqlar, ümumi, yəni bu edəcək 50-də 9x. Yəni ümumi hissə olaraq deyil, 59 4də 1, 10-da 3 götürsək, bunların məxrəcləri bərabərləşdiririk. 100 elə bunu yüzdə bir dəqiqə, burada deyəsən bir texnik səhv elədik. Buranı 2, bura 20 edir. Elə bir məsələn, buranı götürsək, ortaq məxrəcə gətirsək 20, elə 20, bura 20-də 9-dur, elə deyilmi? 20-də 9. Bura 10-da 3-ü biz yaza bilərik. 20-də 6. 4də 1-in hər tərəfində 5-ə vursaq, 20-də 5. Yəni, ən çox yenə də 20-də 9 alınır. Amma bu üsulla da 60 dəqiqədən də götürsəz, görürsünüz ki, 27 dəqiqə. Yəni, kimə düşürdü? 27 dəqiqə düşürdü Elxana. Hər iki variantı yaza bilərsiniz. Əgər istəyirsinizsə, səliqəli formada sonuncu variantı yazın. Çünki məktəb müəllimləri ola bilər o formatı istəsin. Ümumi vaxtı biz bilmirik. Deməli, 3də 1-i, yəni 3də 1-in 10-da 3-ü 1, 4də 1-i 1, 0-dan %45-də deməli 20-də 9 eləyir. Bunların məxrəclərini bərabərləşdirirsiniz, surətləri müqayisə eləmək üçün bu formada tapa bilirsiniz. Bura qədər izlədinizsə, abunə olub dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın.